Maya Hacıyeva Azərbaycanın ilk riyaziyyatçı qadın alimidir. ...1914-cü ildə Şuşada dünyaya göz açan Maya Hacıyeva adi bir ailədə böyüyüb. Maya xanımın atası kiçik ticarətlə məşğul olurdu. Anası isə evdar qadını idi. O dövrdə qız uşaqlarının təhsil alması heç də asan değildi. Amma Maya Hacıyevanın elmə olan marağı qarşısında heç nə dayana bilmədi. O ilk təhsilini Şuşada aldıqdan sonra pedaqoji texnikuma daxil olub. Bakıya gəldikdən sonra böyük qardaşı, dövlət xadimi Hüsü Hacıyevin dəstəyi ilə Azərbaycan Pedaqoji İnstitutunun Fizika Riyaziyyat fakültəsinə qəbul edilib. Amma həyat ona ağır sınaq hazırlayır. 1931-ci ildə qardaşı Hüsü Hacıyev Ağdaşda qaçaqlar tərəfindən qətlə yetirilir. Bu faciə onu dərindən sarsıdır. Amma Maya xanım geri çəkilmək fikrində olmur. Əksinə, dərslərinə daha da ciddi yanaşır və 1935-ci ildə institutu bitirir. Maya Hacıyeva istedadı və çalışqanlığı sayəsində Moskva Dövlət Universitetinə göndərilir. O burada Mexanika Riyaziyyat fakültəsində oxuyur və elmi biliklərini daha da dərinləşdirir. Həmin dövrdə Moskvada oxuyan qadın alimlər çox deyildi. Bu fakt da onun nə qədər qətiyyətli və istedadlı olduğunu göstərir. Maya xanım təhsilini başa vurduqdan sonra Bakıya qayıdıb və elmi fəaliyyətə başlayıb. O öncə Azərbaycan Dövlət Universitetində assistent kimi işləyib, sonra isə Azərbaycan Pedaqoji İnstitutu və Azərbaycan Sənaye İnstitutunda dərsləyib. Onun önəmli araşdırmalarından biri Helmholtz tənliyi üzrə olub. Maya Hacıyeva Helmholtz tənliyi üçün sərhəd məsələsi ilə bağlı elmi araşdırma sayəsində namizədlik dissertasiyasını uğurla müdafiə edir. Beləliklə, Maya xanım Azərbaycanın ilk qadın riyaziyyatçı aliminə çevrilib. O təkcə öyrənmirdi, həm də öyrədirdi. Maya Hacıyeva elmi fəaliyyətini nəzəri mexanika kafedrasında davam etdirərək 50 ildən çox gənc riyaziyyatçıların yetişməsində böyük rol oynadı. Maya xanımın elmi irsi bu gün də yaşayır. 2023-cü ildə onun adına İKT bacarıqları təqaüd proqramı təsis edildi. Bu təşəbbüs Maya Hacıyevanın elmə verdiyi töhfələrin unudulmadığını və yeni nəsillər üçün örnək olaraq qaldığını göstərir.